İndi biz gecə setupına keçirik. Onun üçün bizə Blue Gel lazımdır. Onu götürüm gəldim. Blue Gel'i seçək birinci. Ondan sonra bundan eləsək çox RGB rənglər olacaq. O da sünnlik verir. Açığı mən bəyənmirəm. Çox insan istifadə edir. Məncə biraz açıq tonlar eləsək. Görün burada var. Ha, istədiyim. Yüngülvari. Bu jeli də Temu'dan almışam. Amma Temu'da daha öncə aldığım jellər çox keyfiyyətsiz idi. Bir anımız işıq görən kimi əriyirdi. Bu nəsə əriyən formada deyil, keyfiyyətli oxşuyur. İki işığı qurmuşam. Biri çöldən 300 wattlıq işıqdır. O bura düşür. Ona açıq mavi tonda jel əlavə eləmişəm. Bir də 100 wattlıq işıqdır. Göy jel əlavə eləmişəm. Amma göy çox rəngli göldür, RGB kimidir. O mənə ləzzət eləmir deyə sevmirəm deyə. 2700 Kelvin elədim. Onlar bir-birini biraz öldürdü və burada çox mavimsi bir şey olmadı. Təsiri budur. İndi isə stəndin üstünə bumarımı əlavə eləmişəm. Bumarımın üstünə də 45 wattlıq panel LED işıqdan istifadə edəcəm. Bunu təpə işığı kimi istifadə etmək istəyirəm. Yəni belə dursam çiynimə düşə bilər ya da belə dursam üzümə də düşə bilər. Bir də ekstra olaraq nə edəcəm? Əks tərəfə də qum torbası əlavə edəcəm. Mərkəz ağırlığını qorumaq üçün. Bu arkada qoyduğum dekor işıq deyim. Backlight gedir. Bir də təpədən vurduğum işığı da ikisini də sarı rəngdə istifadə edirəm. Mavi ilə birlikdə zit rənglər olsun deyə. Arxadan bu işıq gəlir. Bu işıq yetərə qədər yəqin gəlir də bu hissəyə. Sadəcə dekor olmaqla qalmır. Ekstra olaraq da bir gücü də var. Bunu sarılığı ilə yetərə qədərdir. Sadəcə gücünü biraz azalda bilərəm. Artıq setupımız hazırdır. Buradan 2 dənə mavi tonda işıq vurmuşam. Amma işıq rənginə baxanda çox tündlük yoxdur. Yəni görmək istədiyim də əslində bax tam olaraq da budur. Və vizual olaraq da səhnə belə görsənir.